Bir müsəlman digər müsəlman qardaşını xəstələndiyi zaman səhər-səhər ziyarət edərsə, hədisi təkrarlayırıq. Müsəlman bir kəs müsəlman bir qardaşını xəstəxanada və yaxud evində ziyarət edərsə, ona 70.000 mələk, 70.000 mələk, yəni 7-dən sonra 4 sıfır var. 70.000 mələk ona 70.000 mələk ona axşama kimi dua edər. Yəni səhərdən axşama kimi ona dua edər. Məsələn, səhər saat 8-də qardaşınızı ziyarət etmişsiniz, axşam da saat 4-də başlayır. Saat 8-dən düz saat 4-də kimi mələklər sizə dua etməklə məşğul olurlar. Yox, əgər qardaşını axşam ziyarət edərsə, 70.000 mələk səhərə kimi ona dua edərlər. Və cənnətdə ona xarif var. Cənnətdə xarif dedikdə toplanılan məhsula deyilir. Məhsul toplandıqda buna ərəb dilində xarif deyilir. Cənnətdə əlimizdə məhsul var. Məhsul. Bu hədisi Əbu Davud və Tirmizi rəvayət etmişdir.